Əziz həmvətənlər, hörmətli bacılar və qardaşlar. Son vaxtlar erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə hücumları və təcavüzləri ilə əlaqədar Respublikada yaranmış vəziyyət münasibətilə mən bugün televiziya studiyasına gəlib sizinlə bəzi fikirlərim və mülahizələrim haqqında söhbət aparmaq istəyirəm, öz fikirlərimi bildirmək istəyirəm. Hər bir vətəndaş, hər bir Azərbaycanlı artıq hiss etməlidir ki, vətəni indi qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır, hər kəs indi müsəlləh əskər olmalıdır. Hər kəs müsəlləh əskər olmalıdır. Bundan artıq vəzifə yoxdur. Bütün qalan problemlər sonra həll olunacaqdır. Bütün problemlər ikinci, üçüncü cərgəyə keçməlidir. Ön cərgədə, birinci növbədə bu problemadır. Bu problemin ətrafında hamı birləşməlidir. Bəli, Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan xalqının tarixində qəhrəmanlıq ənənələri həmişə güclü olubdur. Azərbaycan xalqı həmişə öz qəhrəmanları ilə fəxr edibdir. Bugün də Azərbaycan xalqının qəhrəmanlıq qüdrəti itməyib, sınmayıb, ancaq mən qeyd etdiyim kimi son illərdə gedən mənfi proseslər Azərbaycanda insanların mənəviyyətinin çoxunu pozubdur. İnsanların bəzilərində vətənpərvərlik hissini tamamilə dağıdıbdır. Torpağı qorumaq, torpağa bağlı olmaq, ölsən də öz torpağında şəhid olmaq hissiyatı çoxlarında itibdir. Bu onların günahı deyil. Bu onları tərbiyə edən, onlara rəhbərlik edən adamların günahıdır. Azərbaycan xalqının qüdrəti və imkanları var ki, bu ağır vəziyyətdən də çıxsın. Ancaq ona görə gərək xalq hamısı bir məqsədə qulluq eləsin. Torpağı qorumaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, Azərbaycanın suverenliyini qorumaq, Azərbaycanın müstəqilliyini qorumaq. Bu hər bir vətəndaş üçün, hər bir Azərbaycanlı üçün ən ümdə, ən ülvü, ən üstün vəzifə olmalıdır. Qalan hissiyatlar, qalan duygular, qalan cəhdlər hamısı kənara çəkilməlidir. Ancaq biz bunu indiyə qədər etməmişik. İndi bir dənə Azərbaycan üçün məqsəd, bir dənə amel, bir dənə vəzifə var. Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, Azərbaycanın müdafiəsini təmin etmək, kimin əlindən nə gəlirsə bunun üçün etməlidir. Kimi ola bilər sevsin, kimi sevməsin, kimə hörmət etsin, kimə nifrət etsin, fərqi yoxdur. Bizim hamımız üçün bir dənə böyük məfhum var, Azərbaycan Respublikası, Azərbaycan xalqı. Və bu məfhumun ətrafında hamı birləşməlidir, hamı toplaşmalıdır. Bu son vaxtdakı baş vermiş hadisələr bəzi qüvvələr tərəfindən Azərbaycanda daxili sabitliyi pozmaq üçün istifadə olunur. Bunları biz artıq görürük. Təəssüf ki, o qüvvələrdir ki, birinci növbədə xalq cəbhəsinə mənsub olan qüvvələr və başqa qüvvələr, onların bir hissəsi elə orduda təxribatla məşğul olublar. Bir hissəsi gedib rayonlarda, o cəbhə bölgələrində olan rayonlarda əhalini süni sürətdə qorxudub geri çəkilməyə məcbur ediblər. Onların bir hissəsi qəsdən rayonların
işgal olunmasına imkan yaratmağa cəhd göstəriblər və indi də bu fürsətdən istifadə edib öz fəaliyyətlərini artırmağa çalışırlar. Bunlar hamısı xəyanətdir. Xalqına xəyanət edən, torpağına xəyanət edən adam ən xəyanətkardır. Ancaq bu bir adam deyil, bu qruplardır, bu təşkilatlardır. Bizdə belə məlumatlar var. İndi bu adamlar hansılar ki, elə Azərbaycanın bu vəziyyətə düşməsinin əsas günahkarlarından biridir. Onlar indi bu fürsətdən istifadə edib, öz itirilmiş mövqeylərini geri almaq məqsədi daşıyırlar, qisas almaq məqsədi daşıyırlar və bunun üçün çox çirkin yollara gedirlər və çirkin işlər görürlər. Sizə bu fikirlərimlə, bu arzularımla müraciət edirəm. Hamınızı bu yolda fədakar mübarizəyə dəvət edirəm. Hamınızı Azərbaycanın müdafiə olunmasına dəvət edirəm və hamınızdan təşəbbüs və əməli fəaliyyət gözləyirəm.